Azərbaycan bayrağı 7 həyat hesabında. Azərbaycan bayrağı sadəcə bir dövlət rəmzi deyil. Bu, rəng və formalarla yazılmış bir tarix və hekayədir. Gəlin bu mənaları 7 həyat hesabı ilə birlikdə oxuyaq. Birinci həyat hesabı: sonsuz zəka, Allah, yaradan, uca güc. Bayrağın ortasındakı ay bizim uca yaradanla bağımızdır. Hər bir xalqın və insanın mənəvi dayanağıdır. İnam və iman ilə bizə yol göstərən nurdur. Həyat hesabı 2: sən mövcud halın və daha yüksək özünə doğru səfər. Qırmızı rəng tərəqqi, inkişaf və yüksəlişin rəmzidir. Bizim də fərdi olaraq hər gün daha güclü, daha faydalı, daha ali bir şəxsiyyətə çevrilmək istəyimiz kimi. Həyat hesabı 3: ailə, ətraf və təsir edən insanlar. Mavi rəng türk köklərimizi, babalarımızdan bizə miras qalan dili və mədəniyyəti təmsil edir. Ailə və ətrafımız kimliyimizin bünövrəsidir. Həyat hesabı 4: halal biznes və düzgün təhsil. Qırmızı rəng həm də demokratik cəmiyyət, təhsil və liderlik ruhudur. Halal biznes və sağlam təhsil cəmiyyətin gerçək sütunlarıdır. Həyat hesabı 5: sadaqa vermək gücü, başqalarına kömək etmək. Yaşıl rəng İslam sivilizasiyanın, mərhəmətin və birliyin rəmzidir. Yalnız almaq yox, sadaqa vermək, vaxtını paylaşmaq və ehtiyacı olana əl uzatmaq da imanımızın və insanlığımızın bir hissəsidir. Sadaqa könüldən gələn, ürəyə toxunan bir ibadətdir. Həyat hesabı 6: hobilər və maraqlar. 8 quşəli ulduz türk xalqların müxtəlifliyini, zəngin mədəniyyətini, musiqini və sənətini xatırladır. Həyat təkcə işləmək deyil, sevinmək, bölüşmək və yaratmaq lazımdır. Həyat hesabı 7: özünə, ən yaxınlarına və gəlir yaradan fəaliyyətlərə investisiya. Bu bayraq bir sərmayədir. Kimliyimizə, gələcəyimizə, ruhumuza edilən sərmayə, köklərlə ucalan bir vizyon. Ona görə də Azərbaycan bayrağını növbəti dəfə görəndə sadəcə baxma, hiss et, yaşa. Bu bayrağın altında duran dəyəri anlayaraq yaşa.